Mən bir misal demək istəyirəm. Bəzi misallar çox ibrətamizdir. Dedilər 3 nəfər söz qoydular. Dedilər gəlin yarışaq. Görək ən şərəfsiz insan kimdir? Ən dəyərsiz insan kimdir? O da deyir, bir getdi, bir qız, balaca qız uşağını gətirdi. Birinci bir nəfər buna işgəncə verdi və ölümcül hala saldı. Bu pisdir də, uşaqdır, körpə uşaq, özü də qız uşaq. Və özünü qəhrəman elan etdi ki, bu yarışda qalib mənəm. İkincisi dedi, yox, mən səndən də qalib olacam. Buna uşağa su verdi, yardım etdi, sonra uşaq özünə gələndən sonra həmin işgəncələri etdi və uşağı öldürdü. Uca səslə qışqırdı ki, bu şərəfsizlik müsabiqəsinin qalibi mənəm. Üçüncüsü heç bir iş görməmişdi. Başladı gülməyə və əl çalmaya və hamıdan çox sevinməyə ki, dedi, qalib mənəm. Dedilər, niyə? Dedi, o uşaq mənim uşağım idi. Mən susdum. Bu günləri müsəlmanları qırırlar, müsəlmanlara hücum edirlər. Qəzzəyə, İrana, İsrail, Amerika məlumdur. Üçüncüsü isə müsəlman ölkələridir. Müsəlman ölkələrində politoloqluq edib dırnaqarası Amerika və İsrailin cinayətlərini dəstəkləyənlərdir. Medialardır, müsəlman medialar.